Üfürük kimisə. Salam değerli izleyicilerimiz, her birinizi salamlayıram. Elə bir evdən, elə bir ev muzeyindən salamlayıram ki, ölümü ilə ölümsüzlüyü kazanan oğullardan biri. Vətən torpaqları uğrunda ölümün gözünə ölümsüz baxaraq qəhrəmanlıqla şəhidlik zirvəsinə uçalan igid bir oğulun evindən sizləri salamlayıram. O oğul ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, suverenliyi uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Lokal antiterror əməliyyatları zamanı 19 sentyabr 2023 il tarixində qəhrəmanlığa imza atan oğullardan biri oldu. Kemalzadə Asim. Ruhu qarşısında ehtiramla baş əyirik. Biz bir yola çıxdıq. Yolumuzun adı Uğur yoludur. Bu uğurlu yolu bizə məhz qəhrəman igid oğullarımız açdı. İgid oğullar, bugün uğrunda canınızı fəda etdiyiniz vətən torpaqları öz azadlığına qovuşub. Bugün Doğma Qarabağın hər bir köşəsində üç rəngli Azərbaycan bayrağı qürurla dalğalanır. Nəzərinizə çatdırım ki, mən Azərbaycan Respublikasının Yazıçılar Birliyinin üzvü, 26 kitab müəllifi Raciyə Kamil qızı olaraq bugün də istədim ki, 15 iyun 2025-ci il tarix Milli Qurtuluş günündə Asim Kemalzadənin evini məhz ziyarət edim. Bu gözəl gündə, qələbə sevincli gündə bir oğulun ocağında olmaq istədim. Sizlərə onun anasını və nənəsini təqdim edirəm. Yanımızda qəhrəman oğlu dünyaya gətirən, bax, onu vətənpərvər böyüdən bir ana var. Xədicə ana. Xədicə ana üçün nə qədər çətin olsa da, nə qədər ağır olsa da, amma qürurludur. Çünki onun böyüdüb, tərbiyə verib, boya başa çatdırdığı bir oğul vətən üçün ölümsüz bir qəhrəmana çevrildi. Dastanlara sığmayan bir ömür yaşadı. Qısa, amma şərəfli ömür. Mən istəyirəm ki, Xədicə xanım Asim haqqında biraz bizim izləyicilərimizə məlumat versin. Asim haqqında mən istəyirəm ki, biz onun üçün nə qədər danışsaq belə az olacaq, amma istəyirəm ki, izləyicilərimiz az da olsa sizin dilinizdən Asim Kemalzadəni tanısın. Çox sağ olun, var olun. Xoş gəlmişsiniz siz də. Asimi yaşadan, bütün şəhidlərimizi yaşadanlara var olun, sağ olun. Hər birimizin can ayaqlarımız var olsun. Asim arzuları yarım qaldı. Toy üstündə getdi mənim balam. Toy yarımçıq qaldı. Allah cəmi şəhidlərimizi rəhmət eləsin, məkanları cənnət olsun, ruhlar şad olsun. Qurban olum onların cəmi şəhidlərimizin yatdığı torpağa. Ağıllı. Ne diyeyim? Değerli izləyicilərimiz, biz az əvvəl deməli Asimin nənəsi ilə, anası ilə söhbət edəndə o qədər səmimi bir söhbət alındı ki, ana indi biraz qəhərləndi, danışa bilmədi. Amma Asim haqqında o qədər gözəl xatirələr bölüşdülər ki, inanın ki, biz onu yenidən elədik ki, kəşf etdik. Yenidən o oğulla tanış olduq. İstəyirəm ki, Asimin dilincə elədiyim Səringül mama özü desin. Asim ona nənə yox, mama deyirdi. Özü desin ki, Asim, bayaq bizimlə danışdınız, Asimli günlərdən danışdınız. Bir balaca da izləyicilərimizə danışın. Asimin nənəsi, Səringül nənə. Çox sağ olun Rəziyə xanım, xoş gəlmişsiniz birinci dəfə Asimin evinə, otağına. Bana söz verdiyiniz üçün çox sağ olun, amma çox həzanlıyım belə çəkiş aparanda. Asimdən o qədər danışmam, kitablar, dəftərlər, qələmlər dolmur. Dənizlər quruyor elə pişəsindən danışmam. Çox sağ olun, Allah köməyiniz olsun. Asimin o qədər yaxşı günlər olur, o qədər gələcəkli. Asim əskər etdi. Yaxşı qulluq eləyib, fəxri xeyratlar alıblar, hərmanlar alıb, əskərdə 1-6 ay qulluq eləyib. Oradan da gəlib, burada yaxşı işləyib. 7 il, 8 ay. Oradan da gedib, gəlib həmişə şüy Allahsına, öz fəxri ilə, öz işi ilə həmişə qürur duyurdu. Sonra neysə Asim gəldi,
Evimizin şirinliği, her şeyimiz tadı, ağzımızın tadı, her şey Asim'le gitti. Beni bağışlayın, eczaneye kadar bilmem etsin. Çok sağ olun. Size minnettarım ki siz büyün Asim'i yada salıp gelip bizi yokluyorsunuz. Çok sağ olun. Mən istəyirəm ki, bax, gördüyünüz bu ev muzeyinə dəyərli izləyicilərimiz. Bu muzey küçük olsa da burada böyük bir dünya var. Çünkü orada Asim kimi bir oğlun ruhu yaşayır. Bu muzeydə Asimin ruhu bizləri qarşılayır. Mən elə istəyirəm ki, Qələbə Müjdəli, bizə qələbəni yaşadan igid oğlumuzun ev muzeyinə bu kitabda bir neçə şəhidlərimizin sırasında Asim Kəmalzadənin də adı var. Mən Asimin ev muzeyinə bu kitabı gətirmişəm və anamıza qürurla təqdim edirəm. Çok sağ olun Çok sağ olun. Raziye Hanım, çok sağ olun. Yəni, Minnettarım size. qələbəni yaşatdınız bizə, igid oğullar. Vaxt vardı, Xədicə ana Asimin beşliği başında ona laylay deyirdi. Bugün vətən torpağı Asimi öz qucağına aldı. Bir ömür boyu Asimə laylanı vətən torpağı deyəcək. Vətən torpağı ona ana olacaq. Əbədiyyən yaddaşlarda qalan oğul. Səninlə bütöv Azərbaycan qürur duyur. Bugün mənimlə birlikdə şəhidimizin ev muzeyini ziyarət etmək üçün, ailəsini ziyarət etmək üçün gələnlərin arasında qəhrəman bir oğlumuzun bacısı da var. 92-ci ildə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Arif Allahverdiyevin bacısı Sevinç xanım da bugün istədi ki, gəlib ananı ziyarət etsin, ailəni ziyarət etsin. Sevinç xanım, buyurun. Çok sağ olun. Ben de bu günleri Arif'in doğulduğu, boya başa çatdığı Sumqayıtında şəhidimin ziyarətinə, bəy otağına deyəcəm, mən gəlmişəm qona Çok sağ olun. qardaş ardından. Çünki onlar bəy stolu görməsələr də biz ailələri nahkamlarımızı yaşatmalıyıq və özümə fəxr bildim ki, Raziyə xanımla şəhidimizin, polis qardaşımızın ev muzeyin ziyarət eləyək və nə xoşalma ki, mən sizləri tanıdım anam. Nə xoşalma ki, Asim qardaşımın nənəsin, anasının və bacısının tanış olduq və bizlərə qapını açdığınıza görə üzümüzə sizə çox təşəkkür edirik. Nə yaxşı ki varsınız ki, fəxr edirəm ki, mən Asimlər kimi, Ariflər kimi qardaşlarım, bacılarıyam mən, bacısıyam, bütün şəhidlərin. Və qısa bir müddətdə başqa bir şey hazırlaya bilmədim. Mən Arifin fəxri diplomunu sizə verməliyəm. Arifin adı ilə Asimin ev muzeyində olsun. Çox Mekanları istəyərdim. cennet olsun, Çox şad olsun. Arif babamın Çox sağ olun ki, Evimin siz, en büyük bəli, bəli, onlar qardaşdılar, onlar cənnətdə yoldaşdılar bir-birinə. Nə deyim, kaş ki belə olmaydı, kaş ki biz də qardaş toyu görəydik, kaş ki xana aparardım mən də qardaşıma. Mən də demişəm, bu bayram günü, demişəm ondan sonra ağlamayacağım. Mən zəfərdən sonra Fəxri Xiyabana gedəndə heç vaxt ağlamıram, çox vaxt. Qabaq onların qisasları alınmamışdı. Onda hər dəfə ağlaya-ağlaya gedirdik ki, bu uşaqların qanı yerdə qaldı. Sağ olsun birinci Qarabağ şəhidlərimizlə ilk döyüşən uşaqlardan sonra onlardan qohumlarından dünyaya gələn dayılardan, əmlərin balalarından bizlərin şəhidlərinin qisasını aldılar. Və Qarabağ torpağını bizlərə nəsib elədilər. Və fəxr edirik ki, doğrudan da zəfəri yaşamış Respublikada yaşayırıq biz. Dövlətimizi qorusun. Allah dövlətimizi, ali baş komandanımızı qorusun. Qurtuluş günündə prezidentimizi salamlayırıq. Onun dəmir yumruğu altında birləşmişik və hər zaman şəhidlərimizə dəyər verir və biz bacıları da tanıyar inşallah. Allahın köməkliyi ilə hər zaman hansı vaxt desə hazırıq. Çox sağ olun Sevinç xanım, mən sizə təşəkkür edirəm. Bəli, biz qəhrəman oğulları ziyarət etmək bizim hər birimizin vətəndaşlıq borcudur. Bunu da elə Aniyə mənim adımdan təqdim eləyərsiniz. Qəhrəman oğullarımız Çok sağ olun.
Bayramınız mübarək olsun. Asimin adından qoyacaq ki, anasına bayram hədiyəsi. Çox sağ olun. Qəhrəman oğullar, bu vətən sizi, bu xalq sizi unutmadı. Sizinlə bütöv Azərbaycan qürur duyur. İgid qəhrəman oğlumuz içdiyi anda sadiq qaldı. Öz vəzifə borcunu yerinə yetirdi. Qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Səninlə bütöv Azərbaycan qürur duyur. Mənim qəhrəmanım Asim Camalzadə. Ruhun qarşısında ehtiramla baş əyirik. Vətən sağ olsun.